Salam mənim balaca dostum. Hazırsan birlikte yeni, maraqlı bir maceraya başlayaq? Çox əyləncəli olacaq. Bugün biz tamamilə yeni bir ailə ilə tanış olacağıq. Görəsən o ailədə kimlər var, hə? Yaxşı, əvvəlcə mənə də görüm. Sən yeni dostlarla tanış olmağı xoşlayırsan? Əlbəttə ki, xoşlayırsan. Kim sevməz ki? Yeni dostlar qazanmaq dünyanın ən yaxşı hisslərindən biridir. Super. Elə isə vaxt itirmədən, gəl bizim yeni dostumuzun ailəsiyle tanış olaq. Görəsən onlar kimlərdir? Çox maraqlıdır, deyilmi? Hazırsansa, başladıq. Yaxşı, deməli ilk olaraq ailənin böyükləri ilə, yəni ana və ata ilə tanış oluruq. Gəl birlikdə öyrənək, görək ingilis dilində onlara necə müraciət edirlər. Deməli, ilk sözümüz budur. Mom. Bu, ana deməkdir. Çox şirin səslənir. Elə deyil? İngilis dilində anaya mom deyilər. İndi gəl bunu birlikdə səsləndirək. Mən deyirəm, sən də təkrarla. Hazırsan? My mom. Bu, mənim anam deməkdir. Afərin sənə. Gəl bir də deyək. My mom. Super. İndi gəl bunu bir cümlə içində istifadə edək. Məsələn, this is my mom. Yəni, bu mənim anamdır. Çox asan. Bəs anam özünü necə hiss edir? My mom is happy. Yəni, anam xoşbəxtdir. Bax, buradakı happy sözü xoşbəxt deməkdir. Yaxşı, bəs ata necə deyilir? Bax, bu da çox asaddır. İngiliscə ataya dad deyirik. Dad. Necə də asan və yadda qalandır, hə? İndi gəl birlikdə təkrarlayaq. My dad. Yəni, mənim atam. Gəl bir də biraz yavaşça deyək. My dad. Əla. Səndə bu iş çox yaxşı alınır. Afərin. Anam üçün qurduğumuz cümlə yadındadır. İndi eynisini atam üçün də edək. This is my dad. Yəni, bu mənim atamdır. Bəs atam özünü necə hiss edir? My dad is tired. Aha, deməli atam yorğundur. Buradakı tired sözü yorğun deməkdir. Ana və atanı artıq tanıdıq. İndi isə növbə kimdədir? Əlbəttə ki, bacı və qardaş da. Gəl görək, onlara ingilis dilində nə deyilir? Deməli, qardaşa ingiliscə brother deyilir. Biraz uzun sözə oxşuyur, amma əslində çox asandır. Brother, yəni qardaş. Gəl bunu da birlikdə deyək. Hazırsan? My brother. Mənimlə təkrarla. My brother. Bu, mənim qardaşım deməkdir. Çox yaxşı gedirsən. Gəl bir dəfə də cəhd edək. My brother. Yaxşı, bəs cümlədə necə olar? Məsələn, this is my brother. Yəni, bu mənim qardaşımdır. Bəs qardaşın əhvalı necədir? My brother is sad. Deyəsən qardaşım biraz qəmgindir. Buradakı sad sözü qəmgin deməkdir. Qardaşı öyrəndik, indi isə növbə bacıdadır. Bacıya ingilis dilində sister deyilir. Sister, nə qədər asandır, deyilmi? Gəl bunu da birlikdə səsləndirək. Hazır ol. My sister. Yəni, mənim bacım. Bax, bu lap asan oldu. Gəl bir də de. My sister. Super. Sən əsli çempionsa. Və indi də cümləmiz this is my sister. Yəni, bu mənim bacımdır. My sister is happy. Bacım xoşbəxtdir. O necə də gözəl gülümsəyir. Yadına düşdü, happy sözünü anam üçün də işlətmişdi. Xoşbəxt deməkdir. Deməli, biz təkcə ailə üzvlərini yox, həm də onların özlərini necə hiss etdiyini göstərən sözlər öyrəndik. Nə deyirsən? Gəl o sözləri bir daha sürətli şəkildə təkrarlayaq. Əla fikirdir. Deməli, birinci sözümüz happy. Tələffüzü happy. Mənası nə idi? Bəli, xoşbəxt. İkinci sözümüz sad. Yəni sad. Bu isə qəmgin deməkdir. Və sonuncusu tired. Tələffüzü tired. Bu da yorğun deməkdir. Afərin, hər üçünü də xatırladın. Artıq biz demək olar ki, bütün ailəni tanıyırıq və onların hisslərini də bilirik. İndi isə gəldik ən maraqlı yerə. Gəl görək, bu sözləri birləşdirib daha böyük cümlələr qura bilirikmi? Məncə, bacararıq. İndi balaca bir qayda öyrənək. Bəs əgər birdən çox qardaş olsa, nə deyəcəyik? Çox asandır. Sadəcə brothers sözünün sonuna bir S hərfi əlavə edirik. Olur brothers. Yəni, qardaşlar. Gördün, necə asandır? Məsələn, bax, burada 3 bacı var. Deməli, biz necə deyəcəyik? Three sisters. Bax, yenə sonda S var. Çünki bacılar birdən çoxdur. Gəl birlikdə deyək. Three sisters. Burada isə cəmi bir qardaş var. Deməli,
s hərfini işlətmirik. Sadəcə deyirik one brother. Birlikdə səsləndirək. One brother. Çox sadə. İndi isə ən böyük sınağa hazırsan, gəl bütün bu öyrəndiklərimizi birləşdirib lap uzun bir cümlə quraq. Əvvəlcə diqqətlə mənə qulaq as. I have 3 sisters and 1 brother. İndi isə növbə sənindir. Mənimlə təkrarla. I have 3 sisters and 1 brother. Bu, mənim 3 bacım və 1 qardaşım var deməkdir. Möhtəşəmsən, sən artıq ingiliscə belə uzun bir cümlə qura bilirsən. Aferin sənə. Bugün biz birlikdə bütöv bir ailə ilə tanış olduq və bir sürü yeni söz öyrəndik. İndi isə ən vacib sual gəlir. Bəs sənin ailəndə kimlər var? Sənin bacın, qardaşın var. Öyrəndiyimiz yeni sözlərlə ailən haqqında danışa bilərsən. Məsələn, I have one sister deyə bilərsən. Cəhd et, əminəm ki, sən bunu bacaracaqsan.